Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U12 Liqası Dostluq Inter görüşünü sizlərə təqdim edirik. A qrupunun 5-ci turunun oyunudur. Hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. Hakimlərlə tanış olaq Kinyaz Əmrəslanov və Məhəmməd Rəhimlidir. Onlara da hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. Mərkəzdən Inter oyuncuları top oyuna daxil etdi. Meydana daxil olan ilk 9'luğu sizə təqdim edirəm. Hər iki komanda ilk növbədə ənənəyə uyğun olaraq qonaq komanda Inter'dən başlayırıq. Qapıda bir nömrə Kənan Babayev, 21 Zaur Cabbarlı, 4 İlham Musayev, 7 Ümid İbrahimov, 17 Vüsal Quluzadə, 18 Nurlan Şammədli, 28 Yusuf Əhmədli yerdə qalan oyuncu var. 45 komandanın yeni futbolçusu Can Düzgün, 77 Hüseyin Qasımov, baş məşqçi Mehdi Rəsulov. Dostluqda bir nömrə Taryel Cahani, 3 Niyaz Qulamov, 6 Ramal Kərimli, 10 Ramal Yusibli, 11 Cavad Ələkbərov, 15 Rafael Abdullayev, 20 Nihat Əskərli, 24 Rıza Tağızadə, 2 İbrahim Mahmudlu, baş məşqçi hər birimizə yaxşı tanış olan Akif Hümbətovdur. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA'nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə təşəkkürümüzü bildiririk. Hər hansı bir oyuncu dəyişikliyi baş verərsə onu da sizin diqqətinizə çatdırarıq. Zaur artıq Gol TV'nin tanınmış oyunculardan biridir. Zaur Cabbarlı, Inter komandasının 21 nömrəli oyuncusu. İrəliyə doğru, bəli, hakim qərar doğrudur, oyundan kənar vəziyyət qeydə alınmışdı. İrəliyə doğru ötürmə. Niyaz, komandanın 3 nömrəli futbolçusu uzaqdan zərbə vurmaq qərarına gəlir və top qapının üstündən keçir. Outdan Zaur top oyuna daxil etdi. Qarışıq bir vəziyyət yaranmışdı. Bir qədər də Rafael geriyə oynayır. Taryel topu irəli vurur. Yusif. Inter oyuncular topu qarşıladı. Yusif keçmək lazım. Keçdi. Bir rəqibini keçdi. Küncüdən zərbə yerinə yetiriləcək. Top sonda Ramala dəymişdi. Yusuf Əhmədli, qeyd edim ki, Gol TV Inter komandasının daha bir oyununu bu mövsüm sizlərə təqdim etmişdi. Səhv etmirəmsə, indi gəlin bu hücumu izləyək. Komandanın adını tam olaraq xatırlamıram, amma o yaxşı yadında qalıb ki, həmin oyunda 3 qolla yadda qalmışdı. Rafael geriyə Taryel oynuyor. Taryel irəliyə doğru ötürmə, bəli. Niyaz. Mərkəzdə yaxşı bir ötürmə etməyə çalışır. Zaur qarşılayır. Rızadan irəliyə doğru ötürmə. Daha bir oyundan kənar vəziyyət qeydə alındı. Outdan Zaur topu oyuna daxil etdi. Inter'dən qapıya zərbə İlham Musayevin zərbəsi idi. Komandanın 4 nömrəli futbolçusu. Cəlmə zərbəsindən Nurlan Şammədli topu oyuna daxil edəcək. Komandanın 18 nömrəli futbolçusudur. İçəriyə yerlə ötürmə, indi qapıya yox. Burada heç kim topa toxunuş edə bilmədi. Əla bir ötürmə idi, amma həmin epizodda Inter futbolçularından heç kim yox idi. İrəliyə bir qədər tərs bir ötürmə, qapıya uzaqdan, yaxın məsafədən zərbə. Cavadın zərbəsindən sonra top qapının üstündən keçdi. Dostluq qarşıladı. Ümid topu irəli vurur. Cavad. Dostluqun növbəti hücumdan başlaya bilərdi. İrəliyə doğru itirmə, amma İbrahim keçilməz oldu bu epizodda. Inter'in hücumu yox, hakim ilk hissənin başa çatdığını bildirir, qısa fasiləyə ayrılırıq. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri, Dostluq Inter görüşünün ikinci hissəsi. Başladı ilk hissədən gol səsi çıxmadı. Bilirsiniz ki,
Gol TV-nin bəzəyi qolduq sürədə qarşılıqlı qollar olduğu bir vaxtda. İnanmaq istərdik ki, ikinci hissə, ilk hissənin davamı olmayacaq. Hər iki komanda açıq oyunla yadda qalacaq və maraqlı futbol izləyə biləcək. Cəlmə zərbəsindən Dostluq futbolçuları topu oyuna daxil. Qapçı topu əlindən buraxır və gol. Nəhayət hesab açılır ikinci hissənin elə ikinci dəqiqəsində. Cavad Ələkbərov topu qapıdan keçirir. Kənan topu istədiyi kimi saxlaya bilmədi və lazımlı bir vaxtda Cavad lazımlı qolu vurdu. Görək buna Interin cavabı necə olacaq. İlk hissə hələ yeni başlayıb. Interin hələ kifayət qədər vaxtı var. Can yaxşı sürət yığmışdı bu epizodda. Top meydana bəli tərk edir. Outdan. Dostluq top oyuna daxil edir. Hüseyin qarşılamışdı. Yox, ötürmə. Yaxşı alınmır. Hakim qayda pozuntusu qeydə alır. Inter oyuncuları cəlmə zərbəsindən topu oyuna daxil etməlidir. Ümid İbrahimov komandanın 7 nömrəli oyuncusu içəriyə doğru ötürmə. İndi qapı istiqamətinə bəli zərbə vurulur. Hesab bərabərləşir. Inter futbolçuları bərabərlik qolunu vurur. Və bu oğlandan danışdıq biz ilk hissədə. Yusif Əhmədli bugünkü oyunda da gol vurur. Komandasının bərabərlik qoluna imza atır. 28 nömrəli futbolçu məhsulları ötürməli yətdi qalan ümidi də yaddan çıxarmır. Hesab bu cür bərabərləşdi. Cəlmə zərbəsindən sonra bəli vurulan qolun təkrarı oyundan kənar vəziyyətdə yox idi. Aşırma zərbə ilə mükəmməl gol vurur. Tariyə Cahani topu irəli vurur. Hesab bərabərdir. Qapçı Kənan. Komanda yoldaşından kimi saxlar dirəliyə oynadı. Hüseyin. Keçdi rəqibini. Sabir. Qapıya zərbə. Bəli vurdu. Zərbəsi və top qapıdan. Inter oyunda geri dönüş edir. Sabir'in golü. Komandanın 25 nömrəli oyuncusu oyuna sonradan daxil oldu. Sabir bəli. Çeltikov və PlayStation sayağı gol sevinci yaşayırlar. FIFA oyunlarında, PES oyunlarında bu cür gol sevinciləri izləmişik. Sabir komandanın 25 nömrəli oyuncusu. Inter'in hələ ki qələbə golunu vurub. Dostluq komandası indi hesabı bərabərləşmir. Çox gözəl imkan var. Cavad demək olar qapçı öz qapıya. Yox. Çox yavaş indirdi. Zərbəni hakim isə görüşü bitirir. Qarşılaşma başa çatır hörmətli futbol azarkeşləri. Xüsusilə ikinci isə çox gözəl alındı hər iki komandaya. Növbəti oyunlarda uğurlar arzu edirik, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm Inter'də. Daha doğrusu ilk növbədə Dostluqda 11 nömrə Cavad Ələkbərov oyunun ulduzu isə Inter'in 28 nömrəli oyuncusu Yusif Əhmədlidir. Və beləliklə Yusif Əhmədli Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqəni təmin etdi. Həmin turnir mart ayında fevral ayının qaliblərlə keçiriləcək. Sağ olun, gələn görüşlərədək.